Son günlər havaların yağmurlu keçməsi üzüm yarpağı yığımına ciddi təsir göstərib. Fermerlərin sözlərinə görə havalar belə davam edərsə, onlar məhsul itkisi ilə üz-üzə qalacaqlar. Salyanlı fermerlər qeyd edir ki, ötən il üzüm yarpağı yığım məhsuldar olub, amma bu il son aylarda yağan yağışlar və havaların soyuq küləkli keçməsi onların işinə ciddi təsir edib. Belə ki, yağmurlu havalar üzüm yarpaqlarında müxtəlif xəstəliklər yaradıb. Yağış yağır, xəstəlik gətirir. Yarpağa da, üzümün özünə də. Görürsən, bax, ağ deyirəm, şor kimi gətirir, kifləmə gətirir. Fermerlərin problemi təkcə havaların soyuq keçməsi deyil, bu proses həm də onların maddi rifahına mənfi təsir göstərməkdədir. Belə ki, yağışlı havalarda xəstəliyi görən üzüm yarpaqlarına sonradan dərman preparatları verilir ki, bu da fermerin büdcəsinə əlavə zərər olur. Məhsuldarlıq çox zəifdir, qardaş. Keçən illəri bu ila nisbətən yaxşı idi. Bu illər havanın qeyri-sabit keçməyi, yağışlı olmağı məhsuldarlığı sıfıra yendirib. Keçən il müəyyən qədər gündə bir 30-40 kilo yarpaq dərirdiksə bağdan, bir 30-40 sot yerdir də, Allah bərəkət versin. Bu illər dəririk 10 kilo, 12 kilo. Məhsuldarlıq aşağı düşəndə qiymət bahalaşır, bahalcılıq olanda da alıcılıq düşür aşağı, əks təsir göstərir hamısına. Havanın da qeyri-sabit keçməyə əlavə xərc tələb edir. Xəstəliklər bir yandan olur, məhsuldarlıq zəif olur, məhsulu saxlamaq üçün, keyfiyyətli yetişdirmək üçün bahalı dərmanlardan istifadə etməlisən, o da məhsulun keyfiyyətin dəyişir, genin dəyişir. Biz özümüz də sonra əziyyət çəkirik. Dərmanla nə qədər ünsiyyətli olar. Zəhərlənmə, qida bir yandan təsirini itirir, məhsul bir yandan təsirini itirir, dərmanla yetişir. Belə hava şəraiti biraz bizi çox narahat elədi, incitdi. Maddi cəhətdən də böyük ziyan vurur. 20-12 ay əziyyət çəkirik, ailəşə hamımız burada əziyyət çəkirik. Dolanışımız bunu inandı. Allah bərəkət versin. Ekspertlər bildirir ki, fermerlərin üzləşdiyi problem həm də qiymət artımı ilə nəticələnir. Nəticədə alıcı səviyyəsi ürək açan olmur. Qeyd edək ki, Salyanda hazırda 1126 hektar üzüm bağları var. Onlardan 18 hektar yeni salınan bağlardır. Üzüm bağları Salyanın əsas Yenikənd, Qarabağlı və Kürsəngi kəndlərində salınıb. Könül Kazımova, Səmil Şahlar oğlu bugün informasiya proqramı üçün.